Tələbə işi var yoldaşlar, tələbə üçün işlər var, təcrübə proqramları var. Əslində normaldan daha çox, belə deyim, daha doğrusu siz hal-hazırda çox gözəl bir vaxtda bu video ilə qarşılaşırsınız. Hal-hazırda 9 may 2026-cı ildir. Çünki bu dövrdə artıq şirkətlər təcrübə proqramlarını elan edirlər daha gür şəkildə. Çünki artıq yay üçün indidən artıq namizədlər axtarırlar. Bir sıra variantlar var, ümumiyyətlə bu yay təcrübə proqramlarının, amma mən sizə sadəcə bir dənəsindən misal vermək istəyirəm. Sama Challenge 2026 təcrübə proqramı var ki, Yellow Bankdadır. Bura müraciət etmək üçün siz bəzi mərhələlər keçməlisiniz. Nədir məqsəd? Əgər yay tətilini səmərəli dəyərləndirmək istəyirsinizsə, peşəkar mühitdə özünüzü inkişaf etdirmək istəyirsinizsə, işlədiyiniz komandaya dəstək vermək, təşəbbüskar olmaq, öyrənməyə həvəslisinizsə, təcrübə toplamaq istəyirsinizsə, indidən belə iş fürsətlərindən istifadə edə bilərsiniz. Yəni, hətta sizə pul da verməsələr, əmək haqqı da verməsələr. Bir qismi verir təcrübə proqramlarının, digər bir qismi vermir, amma daha çoxdur verənlər. Əvvəllər ölkəmizdə daha az idi bu üzrə əmək haqqı, pul qismində hər hansı bir dəstək edilməsi, amma hal-hazırda daha aktiv şəkildə və daha çox şirkət bu barədə belə deyim həssasdır. Həm də bu qanunun tələbidir. Yəni sizə dəstək olurlar. Aranızda əgər baxan varsa bu videoya tələbə olaraq natamam ali təhsilli də ola bilərsiniz. Qeyd edeyim ki, kifayət qədər ölkəmizdə hal-hazırda bu tipli işlər var. Mən sadəcə digərlərindən də bəhs edib videonun vaxtını uzatmamaq üçün, ümumi tanışlıq üçün bildirirəm ki, belə bir vakansiyalar hal-hazırda gürdür, boldur, fürsətdən istifadə edib, CV-inizlə müraciət edin. Müraciət etməkdə də dəstək üçün əlaqə vasitəmizə yaza bilərsiniz.